Atamız Allah'tan və Rəbb İsa Məsihdən sizə lütf və sülh olsun. Mən yenə də bəxtiyarlıq qaydaları haqqında dərs silsiləsində davam edirəm. Və bugün biz artıq 7-ci bəxtiyarlıq qaydası haqqında danışacağıq. Bu yazılıb Matta 5-ci fəsil 9-cu ayədə. Nə bəxtiyardır sülh yaradanlar. Çünki onlar Allahın övladları adlanacaq. Amin. Düşünürəm ki, sülh bugün çox aktual bir mövzudur. Çünki dünyada nə siyasi, nə iqtisadi, nə də sosial sülh yoxdur. Xalqlar arasında sülh yoxdur. Ölkələr arasında sülh yoxdur. Hər yerdə müharibələr gedir. Və cəmiyyətdə də sülh yoxdur, ailələrdə də sülh yoxdur. Bu yaxınlarda bir statistika oxudum. Sual belə idi ki, indiyənədək bağlanmış sülh müqavilələrin neçəsi pozulub? Sizcə cavab nədir? Demək olar ki, hamımız. Çünki insanlar biri-biri ilə anlaşa bilmirlər. Və yer üzündə heç yerdə sülh yoxdur. İnsanların özləri ilə belə sülhü yoxdur. Və buna görə də ruhi və emosional xəstəliklər var. Və dünyada hər gün minlərlə ailələr dağılır. Bütün bunların səbəbi isə insanın özündə sülhü olmamasıdır. Qəlbimizdə sülh olmadığı üçün heç yerdə sülhümüz yoxdur. Əsas problem budur. Bunun səbəbi isə günahdır. Və günah bizi Allahla ayıran bir uçurumdur. İnsan öz yaradanı ilə sülhü olmayanda, onu istər-istəməz özü ilə də və digər insanlarla da sülhü olmur. İnsan günahkardır və ona görə onun ürəyində sülh yoxdur. Yeremiya 17:9-da insan haqqında belə deyilir. İnsan ürəyi hər şeydən hiyləgərdir və çarəsi yoxdur. Mark 7-ci fəsil 20-dən 23-əcən Rəbb deyir. İnsanı murdar edən insandan çıxandır. Çünki insanların daxilindən, ürəyindən pis fikirlər, cinsi əxlaqsızlıq, oğurluq, qatillik, zinakarlıq, tamahkarlıq, şər əməllər, hiylə, pozğunluq, paxıllıq, küfür, lovğalıq və ağılsızlıq çıxar. Bütün bu pis işlər insan daxilindən çıxıb onu murdar edir. Yəni, əgər içimizdə egoizm, xəsislik, qürur və qəzəb varsa, onda biz necə gözləyə bilərək ki, bizim həyatımızda insanlarla sülhümüz olsun? Yəni, çirkli bulaq təmiz su verə bilərmi? Amma buna baxmayaraq, İsa Məsih bəzi insanlar haqqında belə deyir. Nə bəxtiyardır sülh yaradanlar. Çünki onlar Allahın övladları adlanacaq. Bəxtiyardır, yəni xoşbəxtdir. O, sülh yaradanları xoşbəxt adlandırır. Bəs əsl sülh nədir? Sülh sadəcə müharibənin dayanması demək deyil. Bu sadəcə atəşkəs deyil. Sülh bu idealda hər iki tərəfin məhəbbətdə birləşdirən bir vəziyyətdir. Yahudi dilində sülh sözünə şalom deyilir. Şalom sadəcə münaqişənin olmaması demək deyil. Şalom insanın Allahla düzgün münasibətdə olması, daxili sülhdə və Allahın xeyir-duasında olmaqdır. Bir Yahudi şalom deyəndə o sadəcə demək istəmir ki, müharibə olmasın ya münaqişə olmasın. O demək istəyir ki, Allahın sənə verə biləcəyi bütün salihliyi və bütün yaxşılıqları sənə arzulayıram. Şalom bu Allahın ən böyük xeyir-duası deməkdir. Yəni, bizdə də bu söz gəlib çıxır, biz də salam deyirik bir-birimizə. Bunun kökü şalomdur. Sülh, yəni nəyinsə yoxluğu demək deyil. Bu, nəyinsə varlığı deməkdir.
Yəni tutaq ki, iki insan bir-biri ilə dalaşırlar. Bu halda onları sadəcə ayırmaq ki, bir-birlərini görməsinlər, yəni bu problemi həll etməyəcək. Əksinə onları bir yerə yığıb problemin səbəbini tapmaq və həll etmək lazımdır ki, onlar sonda biri-birini qucaqlasınlar və münasibətlərini bərpa etsinlər. Yəni bu əsl sülhdür. Bu sadəcə atəşkəs deyil. Yadımdadır, biz uşaqlıqda dalaşanda valideynlərimiz bizi başa salırdılar, bizi barışdırırdılar və yenidən dostlaşdırırdılar və biz barmaqlarımızı birləşdirib deyirdik, miris, miris, boş niciris. Və yenə də oynamağa davam edirdik. Düzdür, uşaqlarda bu asandır. Amma böyüklərdə sülh yaratmaq bu çox çətindir. Bilirsiniz, əsl sülh yaradan bu o adam deyil ki, hər şeylə razılaşır ki, əsas sakitlik olsun. Yaqub 3:17-də yazılıb. Amma yuxarıdan nazil olan müdriklük əvvəla safdır, sonra da sülhpərvərdir. Yəni göydən gələn müdriklük ilk növbədə safdır, yəni təmizdir. Sonra isə sülhsevərdir. İbranilər 12:14-də deyilir: hamı ilə birlikdə sülh içində yaşamağa və müqəddəs olmağa can at. Sülhü saflıqdan və müqəddəslikdən ayırmaq olmaz. Əgər biz sülh naminə həqiqəti qurban versək, biz sülh yox, ancaq müvəqqəti barışıq yaradırıq. Hansı ki müvəqqətidir və bir vaxt dağılacaq. Yalnız günah problemi həll olunduqda onda əsl sülh yaranır. Və dediyim kimi sülh yaratmaq bu asan deyil. Sülh yaradan istər-istəməz münaqişələrlə üzləşəcək. Çünki əgər sən Allahın sülhünü yaradırsansa, sən həqiqəti deməlisən ki, əsl sülh yaransın. Amma yalanı sevən dünyaya həqiqəti deyəndə çox vaxt münaqişə yaranır. Amma ancaq həqiqət vasitəsilə əsl sülh yarana bilər. Və Məsih sülh yaradın deyəndə bu demək deyil ki, əgər həqiqət kiminsə xətrinə dəyirsə, onda sən həqiqət mövzusunda toxunmamalısın. Əksinə Allahın həqiqətini danışmalısan ki, insanlar bu yolla əsl sülhə gələ bilsinlər. Yəni insanlar qəzəblənə bilər sənə, amma sən yenə də Rəbbin həqiqətini deməlisən ki, insanlar bunun vasitəsilə əsl sülh tapsınlar. Və ona görə Rəbb əvvəldən deyirdi ki, kim Məsihi qəbul edəcəksə, onun ətrafındakılar, hətta ailəsi və yaxınları belə ona qarşı çıxacaqlar və ona qarşı münaqişə yaranacaq. Və Məsih özü də günahda yaşayan insanlara həmişə onların günahlarını özlərinə deyir. Çünki əsl sülh ancaq həqiqəti qəbul etdikdə yaranır. Və bizim üçün ən yaxşı nümunə bu İsa Məsihdir. Yeşaya 9:6-da onun haqqında deyilir. Onun adı sülh hökümdarı olacaq. Yəni burada Məsih sülh hökümdarı adlandırılır. Məsih Yahya 14:27-də şagirdlərdən dedi: aranızda sülh qoyub gedirəm, öz sülhümü sizə verirəm. Bəs bu o deməkdir ki, onun yer üzündəki həyatı sakit və dinc olub? Tam əksinə. O hara gedirdisə, dindarlar narazılıq edirdi və onunla münaqişəyə girirdilər. Çünki o, günahı ifşa edən həqiqətləri danışırdı. Və sonda o çarmıxa getdi. Tarixdə ən şiddətli və ən dəhşətli qarşıdurmaya. O bunu onun üçün etdi ki, nəticədə Allah ilə insan arasında əbədi sülh bərqərar olsun. Misioner Don Richardsonun Sülh Övladı adlı bir kitabı var. Bu kitab onun xatirələri haqqındadır. O, İndoneziyanın Savi qəbiləsində arasında xidmət edərkən
Məsihin ölümünün mənasını onlara necə düzgün edəcəyini düşünürdü. Və bu qəbilənin isə başqa bir qəbilə ilə uzun illərdir güclü qan düşmənçilikləri var idi. Və o yerdə belə bir qayda var idi ki, əgər qəbilədən bir nəfər öz övladını götürüb bu uşağı düşmən qəbiləsinə versə, uşağı orada qoyub getsə, onda nə vaxta qədər ki, bu körpə yaşayır, bu qəbilələr sülhdə yaşamalıdır. Və bu iki qəbilə həmişə biri-biri ilə düşmənçilik edirdilər və daim vuruşurdular. Və bir gün bir kişi öz yeganə övladını, bir balaca uşağı qucağına aldı və öz kəndindən çıxıb düşmən kəndinə getdi və bu uşağı onlara verdi. Və onlar bu uşağa sülh övladı adını verdilər. Çünki bu uşaq yaşayarkən, yəni bütün ömrü boyu bu tayfalar arasında sülh var idi. Və Don Richardson Məsih haqqında onlara danışanda bu hadisəni nümunə kimi istifadə edir. Siz təsəvvür edirsiniz həmin atanın əzabını, hansı ki öz xalqını ölümdən xilas etmək üçün öz yeganə körpəsini düşmənlərə verir. Beləcə İsa Məsih də Allahın sülh övladıdır. Biz insanlar hələ onun düşməni olanda Ata Allah öz yeganə oğlunu bizə verdi ki, biz onun ölümü və dirilməsi vasitəsilə Allahla barışa bilək və sülhdə olaq. Və nə qədər ki, Məsih yaşayır və biz bilirik ki, o əbədi yaşayır, həmin müddətdə biz Allahla sülhdə ola bilərik. Qalatiyalara 5:22-də müqəddəs ruhun bəhrələri sadalanır və sülh də o siyahıdadır. Sülh müqəddəs ruhun bir bəhrəsidir. Beləliklə siz Məsihi qəbul etdikdə sülh Allahı sizin həyatınızda məskən salır. Sülh hökmdarı olan Məsih sizin həyatınızda olur. Müqəddəs ruh, yəni sülh ruhu sizin ürəyinizdə məskunlaşır. Romalılara 15:33-də yazılıb, qoy sülh qaynağı olan Allah sizin hamınızla olsun. Allah sülh qaynağı olduğu üçün həmişə sülh istəyir. O dünyanı sülhdə yaratdı və o sonda da dünyanı sülhə gətirəcək. O Məsihi sülh gətirmək üçün göndərdi. Və Məsih sülh gətirmək üçün yenə də qayıdacaq. O sülh səltənəti və əbədi sülhü bərqərar edəcək. Yəni Allahın istədiyi budur. Allah həmişə sülh istəyir. Yeremiya peyğəmbər 29:11-də yazır. Çünki sizin barənizdə olan fikirlərimi özüm bilirəm və belə bəyan edir. Mən sizin pisliyiniz deyil, salamatlığınız barədə düşünürəm ki, sizə ümidli bir gələcək verim. Görürsünüz, Allah insanlar haqqında düşüncələrində sülhsevərdir. Çünki Allah insanları sevir. Yahya 16:33-də Məsih dedi, məndə sülhünüz olsun deyə bunları sizə söylədim. Dünyada əziyyətiniz var, amma cəsarətli olun. Mən dünyaya qalib gəldim. Məsih bizim sülhümüzün olmasını istəyir. Deməli, əgər biz sülh yaradan olmaq istəyiriksə, biz bu sülhü onun mənbəyi olan Allahdan almalıyıq. Buna görə də Allahı tanımayan, Məsihi tanımayan, qəlbində müqəddəs ruhu olmayan insan heç vaxt sülh yaradan ola bilməz. Bəs sülh yaradan kimdir? 2 Korinfiyalar 5-ci fəsil 15-dən 20-yə yazılıb. Bunların hamısı Allahdandır. O, Məsih vasitəsilə bizi özü ilə barışdırdı və bizə barışdırma xidmətini verdi. Belə ki, Allah insanların təqsirlərini onların əleyhinə qoymaraq,
dünyanı Məsihdə özü ilə barışdırmaqda idi. Barışdırma sözünü də bizə əmanət etdi. Beləliklə biz Məsihin nümayəndələriyik. Sanki Allah bizim vasitəmizlə rica edir. Məsihin adı ilə yalvarırıq ki, Allahla barışın. Birincisi, sülh yaradan bu özü Allahla barışmış bir insandır. Özünüzdə olmayan bir şeyi başqasına verə bilərsinizmi? Əgər siz Məsihi qəbul etməmişsinizsə və Allahla barışmamışsınızsa, sülh bağlamamışsınızsa, siz bu sülhü, bu barışığı başqaları ilə bölüşə bilməzsiniz. Əgər Allahla aranızda etiraf edilməmiş günah varsa, əgər itayətsizlikdə yaşayırsınızsa, siz Allahın sülh müjdəsini insanlara çatdıra bilməzsiniz. Sülh yaradan olmaq üçün əvvəlcə sizin özünüzə Allahla sülh lazım. Əgər sizinlə Allah arasında sülh yoxdursa, siz heç vaxt və heç kim üçün sülh yaradan ola bilməzsiniz. İkincisi, sülh yaradan insanlara Allahla barışmağa kömək edən şəxsdir. Bu bizim ən böyük barışıq xidmətimizdir. Yəni müjdəçilik. Biz insanlara müjdə edərkən biz əsl sülh yaratmaqla məşğul oluruq. Biz öz yaradanı ilə düşmənçilik edən insanı onun məhəbbətli əllərinə gətiririk. Və onlar Məsihin yanına gəldikdə Allahla və hətta sizinlə də barışırlar. Onlar artıq Allahın övladı və sizin qardaş bacılarınız olurlar. Sülh yaradan olmağın ən yaxşı yolu bu sülh müjdəsini etməkdir. İnsanlara müjdəni gətirin ki, onların Allahdan uzaqlaşmalarına son qoyulsun. İnsanlar müjdə vasitəsilə sülh əldə edə bilərlər. Ona görə Romalılar 10:15-də deyilir: Xoş xəbəri müjdələyənin qədəmləri necə də gözəldir. Görürsünüz, müjdə etmək, insanları Allahla barışdırmaq necə də gözəldir. Siz həqiqətən sülh yaradan olmaq istəyirsiniz. Onda sadəcə İsa Məsih haqqında kiməsə danışın. Onun xilası haqqında, onun məhəbbəti haqqında, təklif etdiyi sülhü haqqında. Siz kiməsə Məsih haqqında danışanda nail olduğunuz heç bir Nobel sülh mükafatı laureatı belə nail olmur. Çünki siz əbədi sülh yaratmağa kömək edirsiniz. Bu ən böyük əbədi və əsl sülhdür. Siz sülh yaradan olmaq istəyirsiniz, onda müjdə edin. Üçüncüsü, sülh yaradan özü insanlarla sülh axtarır. Biz sülhü olmayan cəmiyyətdə barışıq qurmağa çağırılmışıq. Sülh yaradan insanlar arasında sülh qurmağa çalışmalıdır. Və eləcə də özünün də insanlarla sülhü olmalıdır. Bu, sizin incitdiyiniz və ya sizi incidən insandan üzr istəmək və barışmaq üçün cəsarətə sahib olmaq deməkdir. Matta 5-ci fəsil 21-dən 24-də Məsih deyir: Siz qədim zamanlarda adamlara qətl etmə. Kim qətl edərsə, mühakiməyə məruz qalacaq deyildiyini eşitmisiniz. Mən sizə deyirəm ki, qardaşına hirslənən hər kəs mühakiməyə məruz qalacaq. Buna görə də qurbangah qarşısına qurbanını gətirdiyin zaman yadına düşsə ki, qardaşının sənə qarşı bir şikayəti var, qurbanını qurbangahın qarşısında qoy, get əvvəlcə qardaşınla barış və ondan sonra gəl qurbanını təqdim et. Məsih göstərir ki, bizim insanlarla sülhümüz bizim Allahla münasibətimizlə
birbaşa bağlıdır. Qardaşına qarşı ürəyində ədavətin varsa, sən hər şeyin qaydasında olduğu kimi ibadət edə bilməzsən. Allahın salihliyi aramızda olan günahı aradan qaldırmağı bizdən tələb edir. Sülh yaradan münasibətləri bərpa etmək üçün hətta əzab və incikliyə belə dözməyə hazır olmalıdır. Və Romalılar 12:18-də yazılıb: əgər mümkündürsə, sizdən asılı olduğu qədər bütün insanlarla sülh içində olun. Siz bütün insanlarla sülh içində olmağa, insanlarla sülh axtarmağa və bunun üçün əlinizdən gələn hər şeyi etməyə cavabdehsiniz. Amma sizin sülh təklif etdiyiniz insanların onu qəbul edib etməməsi artıq onların seçimidir. Məsih deyir ki, siz hətta düşmənlərinizi sevməlisiniz və sizi lənətləyənlərə belə xeyir-dua verməlisiniz. Sizə nifrət edənlərə yaxşılıq etməlisiniz və sizi incidənlərə, sizi təqib edənlər üçün dua etməlisiniz. Niyə axı? Çünki o zaman siz atanızın övladları olacaqsınız. Siz də Allahın etdiyi kimi edəcəksiniz. Yəni, hətta düşmənlərinizə qarşı sülh yaradan olsanız, Allahın övladları olduğunu sübut edəcəksiniz. Çünki Allah da belə etdi. Bu ayədə Rəbbimiz Məsihin verdiyi vədi çox gözəldir. Yazılıb, çünki onlar Allahın övladları adlanacaq. Amin. Allahın övladı olmaqla bu dünyada heç nə müqayisə oluna bilməz. Biz digər insanlardan Allahın övladları olmağımızla fərqlənirik. Siz bilirsiniz, Allahın övladını necə ayırt etmək var? Onun sülh yaradan olmağı ilə. Sülh yaratmaq xüsusiyyəti biz öncələr danışdığımız bütün digər bəxtiyarlıq qaydaları yanaşı əsl məsihçi olmağın bir göstəricisidir. Siz heç düşünmüsünüz, Allahın övladı olmaq nə deməkdir? Heç düşünmüsünüz, Allah sizə hansı gözlə baxır? Zəkərya 2:8-də yazılıb: ordular Rəbbi deyir, sizə toxunan onun göz bəbəyinə toxunmuş olur. Biz Allah üçün onun gözünün bəbəyi kimi. Göz bəbəyi ən çox qoruduğumuz bədənin ən həssas və incə hissəsidir. Allah bizi öz göz bəbəyi kimi qoruyur. Kimsə Allahın övladını incitdikdə o sanki barmağı ilə Allahın gözünə toxunur. Məzmur 56:8-də deyilir ki, Allah bizim dərdlərimizi sayır və göz yaşlarımızı bir qaba yığır. Yəni, Allah övladları qarşı o qədər diqqətlidir ki, sanki onların hər göz yaşını məcazi mənada bir qaba toplayır. Heç bir şey ondan ötüb keçmir. Heç bir ağrımız, kədərimiz ya daxili əzablarımız onun gözündən itmir. Hamısını Allah görür və bilir və onun üçün bu dəyərlidir. Allah bizim yaşadığımız dərdləri, keçdiyimiz kədərləri, göz yaşlarımızı görür, bilir və unutmur. Çünki Allah öz balalarını əbədi olaraq sevir. Rəbb sizin zəifliyinizə və günahlarınıza dözür. Rəbb sizin kamil olmayan xidmətinizi qəbul edir. Allah sizin ehtiyaclarınızı təmin edir. Allah sizi qoruyur. Allah hər şeyi sizin xeyriniz üçün edir. Rəbb sizə öz əbədi həqiqətlərini açır.
Rəbb sizi bağışlayır. Allah sizi əbədi məhv olmaqdan qoruyur. Allah sizə əbədi həyatı bəxş edir. Allah sizi özü sahib olduğu hər şeyin varisi edir. Çünki siz onun balalarısınız. Əgər bugün siz hiss edirsiniz ki, ürəyinizdə Allahla və ya insanlara qarşı sülh yoxdursa, həyatınız narahatlıq və münaqişə ilə doludursa, onda sülhün mənbəyinə gəlin. Yalnız Rəbb sülhün mənbəyidir. Yalnız O sizə sülh verə bilər. Nə bəxtiyardır bilmək ki, biz tək deyilik. Atamız bizi sevir, bizi eşidir və bizi öz əbədi sülh padşahlığına aparır. Amin.